Rusiyada işlənmiş minik avtomobillərinin satışları 2025-ci ilin noyabr ayında oktyabrla müqayisədə 9,9% azalaraq 652.998 avtomobildən 588.653 avtomobilə düşüb. Yenavaz.com Avtostat Analitik Agentliyinə istinadən xəbər verir ki, illik müqayisədə bazarda artım müşahidə olunub. 2024-cü ilin noyabr ayı ilə müqayisədə satışlar 12,2% yüksəlib. Markalar üzrə göstəricilərdə Lada 134.700 satılan avtomobillə lider mövqeyini qoruyur. İlk üçlükdə həmçinin Yaponiyanın Toyota markası və Cənubi Koreyanın Kia markası yer alıb. Hyundai 33.315 avtomobillə 4-cü, Volkswagen isə 25.804 avtomobillə 5-ci olub. İlk onluqda eyni zamanda Nissan, Chevrolet, BMW, Honda və Renault markalarda yer alıb. Avtostat bildirir ki, ilk onluqdakı bütün markalar aylıq müqayisədə azalma göstərib. Ən böyük azalma Kia markasında qeydə alınıb. Ümumilikdə 2025-ci ilin yanvar-noyabr aylarında Rusiyada 5,6 milyon işlənmiş minik avtomobili satılıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,7% çoxdur. Avtostatın məlumatına görə noyabrın sonunda Rusiyaya 59.800 işlənmiş avtomobil ixal edilib. Bu göstərici oktyabr ayında qeydə alınan 59.900 avtomobillik rekord səviyyədən bir qədər aşağıdır. Mütəxəssislər bunu 1 dekabr 2025-ci ildən qüvvəyə minən yeni təkrar emal haqqı ilə əlaqələndirirlər. İdxalçılar bu tarixdən əvvəl ölkəyə maksimum sayda avtomobil gətirməyə çalışıblar. İdxal olunan avtomobillər arasında Toyota ən populyar marka, Toyota Corolla isə ən çox gətirilən model olub. Noyabr ayında Rusiyaya idxal edilən işlənmiş avtomobillərin 34,2%-i Yaponiyanın payına düşüb. Cənubi Koreya və Çin ikinci və üçüncü yerlərdə qərarlaşıb. İlk beşliyi Gürcüstan və Belarus tamamlayıb.